Allahdan qorxmaq var. Allahdan mükafat istəmək var. Allahı sevmək var. 3 hissəyə bölünür də ibadət əhli. Buna Əli əleyhissalam deyir. Birincilə Allahdan məsəl üçün cənnət istəyirlər. Onun üçün ibadət edirlər. İkinci tərəf Allahın cəhənnəmindən qorxurlar. Allahdan qorxurlar. Qorxusundan ibadət. Üçüncü tərəfi əhrarlərdir, azadələr. Onlar Allahı sevirlər və bilirlər ki, Allah bu ibadətə layiqdir. Bu əslində həqiqətdə belədir, amma insanlar bundan istifadə edirlər. Başlayırlar özlərini, məsələn, ibadəti zadı yoxdur. Allaha görə heç bir sevdiyindən əl çəkməyib. Allaha görə. Mən deyim, mən Allahı sevirəm. Mən Allaha sevgim var, içimdə məhəbbətim var. Məhəbbətin göstəricisi nədir? Sizcə nədir məhəbbətin göstəricisi? Fədakarlıq deyil. Bir adam bir adamı sevərsə, fədakarlığı var, vaxtından ayırar, nə bilim, lazımdır pulundan ayırar, lazımdır canını ver, nəyindənsə keçər. Bu fədakarlıq sevginin göstəricisidir. Mən Allahı sevirəm, bu iddiadır. Adamlar deyərlər ki, nəyi ayırdın Allah üçün? Tutalım, namazdırsa, namaz qılanları da görürük, onu qoyaq bir qırağa. Biz də qılmayanı da görürük, qılanı da görürük, biz də görürük də. Biz deyirik, kim namaz qıldı, pakizə deyə elə şey yoxdur. Təbii ki, elə şey yoxdur. Sadəcə olaraq bir namaz dediyin bir şey nədir? Allaha neyvi verməkdir, vaxtı verməkdir. Vaxt ayırırsan, ondan başqa nə ayırırsan ki? Oruç tutmaq nədir? Mən gün orta yemişsən də. Bir nəfər peyğəmbərdən soruşur ki,